İnsult dünyada ikinci ölüm səbəbidir. Danimarka və aparıcı Avropa dövlətlərində olan insultun idarə edilməsi sisteminin Azərbaycana tətbiqi mənim ən böyük arzularımdan biridir. Hardasa bir 6 ay belediye çalışdıqdan sonra gördüm ki, mən hər gün eyni işi eləyirəm. Bu mənim üçün bir müddətdən sonra biraz darıxdırıcı gəldi. Bir gündə belə deyək, qərar verdim ki, mən nevrologiyanı seçəcəm. Quba rayonunda Ziyalı ailəsində anadan olmuşam. Valideynlərimin mənim təhsilimdə çox böyük rolu olub. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə daxil olmuşam. 1992-ci ildən 98-ci ilə qədər ali təhsil illərim baş tutub. Mən universiteti bitirdikdən sonra ailəm və övladlarımla bərabər Danimarkaya yerləşdik. Həkimlik fəaliyyətinə başlamaq üçün dövlət imtahanlarını verməli idim. Danimarka dilini öyrənməli idim. 2007-ci ildən mən artıq həkim kimi fəaliyyət göstərməyə başladım. Yadımdadır, hələ ilk günlərdə həkimlik ixtisaslaşma imtahanına hazırlaşarkən Danimarkada Azərbaycanın diplomunu təsdiq eləmək üçün çalışarkən və Danimarka dilini öyrənərkən çox çətinliklər olurdu. Onlar sözü bir cür yazır, tamamilə başqa cür tələffüz edirlər və bu çox çətin idi. Və mənim yadımdadır ki, mən kiçik notlar götürürdüm və o notları mətbəxin divarlarına, evin divarlarına asırdım və hər dəfə onlara baxırdım ki, həmin cümlə birləşmələri mənim yadımdan çıxmasın. Danimarka dilini öyrənməyim 8 ay çəkdi. Sonra isə bir həkimlik imtahanları, 4 imtahandan keçdim. Sərbəst çalışan həkim adını almaq üçün 2-3 müxtəlif xəstəxanada çalışmalıydım, müxtəlif şöbələrdə. Bu məndə cərrahiyyədə, kardiologiyada oldu və mən kardiologiya ixtisasını seçdim. Ümumiyyətlə Danimarkanın ən aparıcı hospitallarında, müxtəlif şöbələrdə çalışmışam. Həmçində kardiologiyada, invaziv kardiologiya üzrə çalışırdım. Hardasa bir 6 ay belediye çalışdıqdan sonra gördüm ki, mən hər gün eyni işi eləyirəm. Bu mənim üçün bir müddətdən sonra biraz darıxdırıcı gəldi. Hardasa bir 3 ay müddətində başqa bir şöbədə nevroloq dostlarımla bərabər çalışmağa qərar verdim. Bu qərar tamamilə mənim ixtisas dəyişməmə səbəb oldu. Bir gündə belə deyək, qərar verdim ki, mən nevrologiyanı seçəcəm. Yenidən ərizə yazıb nevroloq olmaq üçün başvuru elədim. Mən istəyirdim ki, insult xəstəlikləri üzrə mütəxəssis olum. Herlev Universitet Hospitalın direksiyonuna ərizə yazdım. European Stroke Master proqramına başvurdum. Bu proqramın bütün ödənişini, mənim bütün səyahətlərimi, işlə bağlı bütün təhsil haqqımı, hamısını hospital direksiyon öz üzərində götürdü və mən tam ştatda Kopenhagen Hospitalda çalışırdım. Yanı sıra hər gün işdən sonra axşamlar, axşam saat 4-dən ta axşam saat 7-yə, 8-ə qədər onlayn dərslər. Ondan əlavə Bern Universitet Hospitalı İsveçrədə yerləşirdi bizim əsas organizasiya. Orada mən hər ildə 3 dəfə, ondan sonra Basel Universitet Hospitalda, o da İsveçrədə yerləşir. Onda da hardasa bir dəfə 2 həftə, bəzi vaxtlar 1 həftə mənim hər ay səyahətlərim olurdu. 2 il yarım müddətində 9 imtahan, ondan sonra isə diplomların verilməsi və master tezis elmi iş yekunlaşdı. Avropa üzrə belə deyək, European Summer School
təlim proqramına qatıldım. Bu Charité Universitet Hospitalda idi Berlində. Bu məndə daha da insult sahəsinə olan marağımı gücləndirdi. Demək olar ki, İsveçrənin bütün aparıcı hospitallarında Bern, Basel, Zürich, Lucerne, Zermatt bütün bu şəhərlərin hamısında tibbi təlimlər keçdik. İrlandiyanın Dublin şəhərində Beaumont Hospitalda, yenidən Berlində Charité Hospitalda, İsveçdə, Stockholmda, Karolinskada, Danimarkanın özündə bütün aparıcı insult şöbələrinin hamısında təlim keçmişəm. Hazırda Danimarkada Herlev Universitet Hospitalda outpatient klinik, yəni ambulator xəstələrin idarə olunması və onların izlənməsi üzrə şöbəni idarə edirəm. Baş həkim vəzifəsində çalışıram. Ümumiyyətlə bildiyimiz kimi insult dünyada ikinci ölüm səbəbidir. 2018-ci ildən bəri Azərbaycanda bir çox insult üzrə təlimlər keçmişik. Ümumiyyətlə Danimarka və aparıcı Avropa dövlətlərində olan insultun idarə edilməsi sisteminin Azərbaycana tətbiqi mənim ən böyük arzularımdan biridir. Məsələn, Danimarkada sığorta sistemi çox gözəl çalışır. Yəni, pasientlər heç vaxt fikirləşmir ki, onlarda insult olanda onlar kiməsə də müraciət etməlidir, yaxud onlar bilirlər ki, 112 nömrəsini yıxsalar, onlara həmən yardım olacaq. İnsult barədə danışarkən bu sözü unutmamaq lazımdır. Time is brain, yəni zaman beyindir. Bir dəqiqə içərisində 2 milyon beyin hüceyrəsi məhv ola bilər və biz bunun qarşısını almaq üçün təcili hərəkət etməliyik. Təcili surətdə biz əgər ambulansa müraciət etsək, təcili yardıma 4 saat yarım içərisində xəstəni yenidən öz əvvəlki vəziyyətinə qaytarmaq mümkündür. Amma bu zaman dilimi keçdikdən sonra isə artıq gecdir. Düzdür, kiçik insultlarda biz onu yenidən bərpa edirik. Amma çox böyük insultlarda çox təəssüf ki, xəstənin özəl ehtiyac sahibinə çevrilməsi geri dönülməz bir prosesdir. Ona görə mənim şəxsən tövsiyəm bu olardı ki, hətta məktəblərdə belə uşaqlara bu vəziyyətlərdə necə yardım etmək barədə təlim keçilsin. Azərbaycanda, xüsusən də Bakıda bu işin qurulması üçün ilk başda nəqliyyat sahəsi düzgün olmalıdır. Yəni ambulansların təcili getməsi üçün yol açıq olmalıdır. Xəstələrə təcili yardım edə biləcək və invaziv olaraq trombu götürə biləcək mütəxəssislərin olması, bütün bunlar ilkin təcili prosesdir. Və sonraki dönəmdə fizioterapevtlər, ergoterapevtlər, telepedagoglar, neuropsixologlar, bütün bunların bir yerdə bir xəstənin üzərində işləməsi sonraki dönəmdə də bir prosesdir. Azərbaycanda da çox rast gəlir mənə. Pasient gələndə hər kəs həkimdən nəsə bir möcüzə etməsini gözləyir. Əslində isə bu tək həkimin işi deyil. Əgər bu pasient 4 saat yarım ərzində düzgün hospitala çatdırılmırsa, geri dönülməz proseslər baş verəndən sonra xəstəyə nə kimi yardım edə bilər? Düzdür, edə bilər, amma onun geri dönmək prosesi və yaxud da reabilitasiya prosesi çox uzun çəkəcək. Mütləq şəkildə hər kəs yanındakı insana necə yardım edə bilər, onu öyrənməlidir. Belə işlər